Salam kızlar, necəsiz? Sizi yeni bir videomdan salamlayıram. Xoş gördük sizləri. Bu günləri sizlərlə birlikdə evdə hazırlanan börək hazırlayacağım. Özüm yəni xəmirini özüm yoğuracağım. Yuxayla etməyəcəm. Sadə bir xəmir edəcəm. Ərzaqlarını yığmışam dəzgahın üzərinə. Gözə yarı un götürmüşəm qızlar. Yəni mən onu 6 kündəlik etdim, belə deyim. 6 kündəlik çıxdı. Gözə yarı götürmüşəm. Un, yarım stəkan duru yağ, yarım stəkan da süd, ılıq süd götürmüşəm. Quru maya, yenə dediyim kimi gözə yarı 2-3 qaşıq balaca qaşıqla bir tökdüm. Duz, biraz da su vuracağım. Yəni suyu da yəni xəmirin hazırlanmasına görə xəmir yoğrulsun deyən vururam. Bir ədəd də yumurta. Çox asan, çox gözəl, yumşaq yəni xəmir olur qızlar. Yoğurub qoyacağam acısın. Yəni acısın, ondan sonra yayıb, yağlayıb üzərinə, yəni göylü pendiri edəcəm. Qızlar, mən belə deyim, böreğin içərisinə kişniş də vururam, çüyüt də vururam. Bir də spanaq deyirik biz. Yəni o göydən istifadə edirəm. Çox gözəl dadlı olur. Xəmirlərini də yağlayıram. Yumşaq, çox gözəl, üzəri xırçıltılı bir xəmir hazırlayıram. Üzəri xərçıltılı börək olur. Bəzən qızlar edirəm, demirəm, etmirəm. Hazır yuxalardan da edirəm, amma mənə bu daha hasant gəlir. Əlimin altında hər zaman yuxa olmayanda belə tez bazar xəmir yoğurub acıdıram. Xəmirlə edirəm. Sizlər necə? Sizlər yuxa ilə mı sevirsiniz, yoxsa özünüz mü hazırlamağı sevirsiniz? Yuxa ilə də olanda çox xoşuma gəlir, xırçıltılı olur, sevirəm. Mən ümumiyyətcə börəyi sevirəm, elə də uşaqlar da sevir. Bilmirəm, sizlər də sevirsinizmi? Sizlər necə? Sizlərin də fikirlərinizi yorumlarda gözləyirəm. Ətli börək də xoşum gəlir, amma ətli börəkdən uşaqlar o qədər ətli börəyi sevmirlər, amma göylü börəyi çox sevirlər. Ümumiyyətcə bizim uşaqlar kətəni çox sevirlər. Ona görə də börəyi, yəni göylü börəyi çox sevirlər. Qızlar, göyü həyətdən yığmışdım. Yəni körpə göy olduğu üçün elə yarpaq baş hissələrindən yığmışam, köklü yığmamışam, baş hissələrindən yığmışam. Mən əvvəlcə doğrayıram, sonra yuyuram. Bəzən elə olur ki, yəni elə mən doyğada da belə doğrayıb elə yuyuram. Doğramamışdan qabaq yumuram. Onda mənə elə gəlir, onda daha yaxşı olur. Çünki belə də suda çox saxlayıram. Suda saxlayıram, sonra da aş üzərindən süzürəm. Üzərindən də yenə su keçirdib aş üzərində qoyuram, süzülsün. Nə elə xırda doğramıram, nə də elə böyük doğramıram. Orta ölçüdə doğrayıram. Düzdür, kətədə böyük doğrayırıq, amma bu indi börək olduğu üçün çox da elə, yəni böyük doğramıram, nə də elə xırdalamıram. Qızlar, elə həyətdən kişniş çüyüt, biraz da pencər dərmişdim. İçərisində acı tərə də var idi. Acı tərəni də ev üçün dərmişdim ki, yəni axşam yeməklə yeməyə, indi belə də qarışıb qıraqda seçib qoymuşam. Deyirsiniz ki, o seçib qırağa qoyduğunuz göy nədir? Amma yəni acı tərədir, ona görə də qırağa qoyuram. Mən sevirəm, acı tərəni də sevirəm. Yəni yeməyin yanında yeməyə və yaxud da pendir çörəklə yeməyə mən sevirəm. Çox xoşuma gəlir. Körpə acı tərəni, yəni körpəsini biraz ötüşəndə xoşum gəlmir. Bilmirəm, siz acı tərəyə nə deyirsiniz? Biz zona acı tərə deyirik. İndi hər zona bir cürə. Ümumiyyətcə baxıram ki, hər zona göylərə fərqli adlar deyirlər.
Biz yəni spanağa da spanaq deyirik, acı təriyə, acı tərə. Yəni mən öz bildiyim kimi deyirəm, öz bildiyim kimi müraciət edirəm, belə deyim qızlar. Üzərinə çüyüd də vururam. Gördüyünüz kimi, yəni hamısından az-az vururam ki, dadlı olsun. Çok güzel olur qızlar, yumuşaq. Səhərə də qalanda belə bayadımır, yumuşaq olur, üzəri xırçıltılı olur. Mən sevdim. Bilmirəm, sizlər də edirsinizmi? Sizlər hansı üsulla edirsiniz? Mən yəni ən çox xəmir yoğurub xəmirlə edirəm. Yuxa ilə hər saatlıqla etmirəm. Biz belə sevirik. Bilmirəm, sizlər necə sevirsiniz? Belə deyim qızlar, sizlər də tez-tez edirsinizmi? Mən deyərsiniz ki, elə çox xəmir yeməklərinə daha çox üstünlük verirsən. Düzdür, evdə bişirməyi sevirəm. Yəni yorulmadan sevirəm özüm evdə hazırlayım. Sevə-sevə xəmiri də özüm açmağı, xəmiri də özüm yoğurmağı sevirəm ki, yəni hər bir şeyi özüm öz əlimdən keçirdim. Çox acımağa da ehtiyac deyil qızlar. Yəni biraz acıdı, bəsdir. Gördüyünüz kimi orta boy kündələr tutmuşam. 6 ədəd çıxdı. Mən üçünü bir siniyə yığdım. Üçünü də bir siniyə. Sinim çox elə də böyük olmadığı üçün üçünü də bir yığacağam. Əgər böyük olarsa da yəni onda ən azından 4-ünü, 5-ini yığmaq olar. Amma dedim, böldüm. 3 etdim ki, 2 sini olsun. Yəni çox da qalın olmağını istəmədim. Qalın olmağını sevmədim. Hər zaman da belə edirəm. Yəni 3 yığıram, 3 mənə bəs edir. İkisini edəndə yəni bizə polunu bəs edir. Sizlər necə? Sizlər də evdə xəmir açmağı, xəmir yoğurmağı sevirsinizmi? İndiki cavanlarımız çox sevmirlər, özlərini ağır işlərə, əziyyət çəkməyi sevmirlər. Hər nə olur olsun hazıra qaçırlar qızlar, belə deyim. Amma yəni özünüz edəndə, evdə həvəslə edəndə, sevə-sevə edəndə mənə elə gəlir daha yaxşı olur. Əziyyət çəksəniz də belə öz halal zəhmətinizlə, əlinizin əməyi ilə onu yeyəndə deyim, və yaxud da hər hansı bir iş olsun, ona sevgi veriləndə, əziyyət çəkəndə o daha da uğurlu olur, daha da hər hansı bir iş olsun, hər hansı bir yemək olsun, daha dadlı olur, belə deyim. Sizlər necə? Mənim fikrimlə razısınızmı? Sizlərin fikirləriniz necədir? Yorumlarda hər birinizin fikirlərini gözləyirəm. Yaydım, elə böyük yaymıram, çünki kündələrimi elə böyük tutmamışam. Üzərini yayıb, yağlayıb, yaydım, yağlayıb. Dilimdə çox topuq çaldı, üzr istəyirəm. Yəni göyünü də tökürəm, göyünü bol edirəm. Uşaqlar göylü sevdiyi üçün göyünü bol edirəm. Onsuz da göy bişəndə ölür. Ona görə də göyünü bol edirəm. Pendirini, göyünü uşaqlar göylü pendirli çox sevirlər. Ona görə də hər zaman belə göyünü bol edirəm. Deyirsiniz ki, çox tökdünüz. Yox, çox deyil qızlar. Örüşkənir, yəni birazdan yəni sobada bişəndə o göy heç qalmır, azalır. Ona görə də yəni bol edilsə daha yaxşı olar. Pendir də dediyim kimi adi, yəni sadə ev pendiridir. Üzərinə tökmüşəm, ovalayıb tökürəm. Çox da gözəl olur. Dadlı olur. Amma duz vurmuram qızlar. Çünki pendir özü duzlu olduğu üçün ona görə duz vurmuram. Əgər pendir duzsuz olarsa da elə edərəm, duz vuraram. Amma belə halda duz vurmuram. Hər tərəfli qatlayıram. Uc hissələrini də bükürəm ki, sonra yapışdırıram ki, o uc hissələrindən göylər bəri tökülməsin. Ona görə də hər iki tərəfini yapışdırıram. Uzunsov bükürəm. Üzərindən yəni basa-basa edirəm ki, o göy yapışsın. Yəni çox da belə şikən olmasın. Uzunsov etdim. Gördüyünüz kimi sinini də yaxşı yağlayanda yaxşı qopur. Yəni
rahat çıxartmaq olur. Hər tərəfli yaxşı yağlayıram və onu burub qat-qat yığacam. 3 qatdan yığacam. Hər ilanvari şəkildə, belə deyim, gördüyünüz kimi bururam. Həmin o şəkildə də siniyə yığıram. O birisiləri də bunun üzərindən, bunun qatı hissəsindən yığıram. İkinci qatımı da yayım və ikinci qatımı da onun üzərindən yığacam. Sizlər necə qızlar? Sizlər necə edirsiniz? Ev işlərini sevirsinizmi? Biş düşü sevirsinizmi? Elə qızlarımız var, deyirlər ki, ev işlərini sevmirəm, amma mən sevə-sevə edirəm. Bilmirəm, sizlər necə? Sizlər sevirsinizmi? Bəlkə də mən evdar qadın olduğum üçün, düzdür, təhsilim olsa da belə, amma yəni evdar qadın olduğum üçün ev işlərini sevirəm. Bəlkə də o tərəf, o cəhətdən gəlir mənə, yəni rahatlıq gəlir. Sevə-sevə etməyi xoşlayıram. Hər hansı bir işi, təmizlik olsun, istər biş-düş olsun. Bəlkə də işim işləsəydim, bu qədər çatdıra bilməzdim. Ona görə də belə sevə-sevə də bişirməzdim. Tez tələsik qaçla gəlib ev işlərimi çatdıra bilmirdim. Yəni çatdıra bilməsəm onu da sevməzdim. Amma evdə oluram deyən hər zaman istəyirəm ki, fərqli bir yemək olsun. Evi yığanda belə fərqli bir yığım, yəni hər hansı bir əşyanın yerini dəyişməyi belə çox sevirəm. Tez-tez dəyişməyi belə sevirəm ki, fərqli olsun, evdə fərqli olsun. Hər zaman, yəni tez-tez evi yığanda belə stolu dəyişməyi belə sevirəm ki, yerini dəyişim, fərqli olsun, gözümə fərqli görünsün. Bilmirəm, sizlər də eləsizmi, yoxsa tək mənəmmi elə fikirləşən? Mən fərqliyi çox sevirəm. Ona görə də sevə-sevə də hər bir işimi də sevə-sevə edirəm, sevə-sevə də çatdırıram. Yəni belə deyim, hər bir işimə sevgi ilə yanaşıram. Üzdüm qızlar, 3 qatının 3-ünü də düzdüm. Üzərinə yumurta ilə yağ həll etdim. Biraz çaldım. Üzərinə həmən yağı yumurtanı çəkirəm. Bəzən qatıq da vurmaq olar. Amma mən qatıq vurmuram, sevmirəm qatıq. Ona görə yumurta yağ edəndə elə bəs edir. Bir də qızlar, bəzən elə olur, üzərinə çörək otu da qatırlar. Amma mən vurmadım çörək otu, düzdür. Vururlar, vururam da. Amma indi əlimin altında olmadığı üçün çörək otu vurmadım. Çox gözəl, yumşaq qızlar. Üzəri xırçıltılı, gözəl bişdi. Sağ olun qızlar, Allah amanında qalın, göz haqqınızı halal edin. Hər birinizin süfrəniz ruzili, bərəkətli, bol olsun inşallah. Qazananlarınızın canını Allah hər zaman sağ etsin ki, ruzusunu bol etsin ki, hər zaman qazansın. Sizlər də sevə-sevə bişirəsiniz, sevə-sevə yeyəsiniz. Sağ olun, Allah amanında qalın. Gələn videolarımda görüşənə qədər. Göz haqqınızı yenə deyirəm, halal edin. Hər birinizin ruzunuz bol, bərəkətli olsun.